Şəhidimizin günə yığışan başda şəhid ailələri olmaqla bərabər hər kəsi salamlayıram. Mən Əliyeva Aysel, xüsusi təyinat qüvvələrinin kapitanı Şəhid Kamil Şirinovun adı verilmiş sinifin 11-ci sinif şagirdiyəm. Şəhid Kamil Şirinovun adı bizim sinifə verilən zaman biz 7-ci sinifdə oxuyurduq ki, bu gün artıq 11-ci sinif şagirdləriyik və bu il şəhidimizin sinifindən 25 şagird məzun olacaq və onlardan neçə tələbələr və neçə əskərlər, zabitlər çıxacaqdır. Hər zaman sinifə daxil olarkən sinifimiz Şəhid Kamil Şirinovun adını daşıdığı üçün fəxr edirik. Şəhidlik, vətən, torpaq, böyük amallar uğrunda canından keçərək öz ömür payını gələcək nəsillərin xoşbəxtliyinə bağışlamaq deməkdir. Şəhidlik uca bir məqam olduğu kimi həm də bir məktəbdir. O məktəb ki, biz orada mərdliyin, igidliyin, vətən uğrunda canından keçməyin nə olduğunu öyrəndik. Hər zaman şəhidlər məzarlığına gedərkən onların necə ali bir mərtəbəyə ucaldığı kimi həm də onun necə qürurlu hissi olduğunu dərk edirik. Həyatda ən böyük xoşbəxtlik elə vətən uğrunda şəhid olmaqdır. Lakin vətən uğrunda şəhid olmaq və ən ali zirvəyə ucalmaq da hər kəsə nəsib olmur. Bugün şəhidlərimizlə gənclərimiz və eyni zamanda bütöv Azərbaycan xalqı fəxr edir. Bugün ölkəmizin hər bir vətəndaşı qürurla bu vətən bizimdir deyir. Azərbaycanın bütövlüyü naminə canından keçən şəhidlərimizi unutmamalı, onların xatirələrini yaşatmaq bizim borcumuzdur. Şəhidlərimiz bizim qəlbimizdədirlər. Onlar ürəklərdə yaşayacaqdır. Bunu da unutmamalıyıq ki, şəhidlərimiz bizim ən ali qürur mənbəyimizdir. Payızda başlamışdı vətən müharibəsi, elə payızda da başa çatdı. 44 günlük vətən müharibəsində 30 illik işğala son qoyaraq tarixdə böyük zəfər günü kimi yazıldı. Bu zəfərdə vətən oğulları öz igidliyini, mərdliyini və şücaətini bütün Azərbaycanla sübut etdilər. Belə oğullardan biri də sərkərdələr diyarı kimi tanınan Salyanda doğulub boya başa çatan xüsusi təyinat qüvvələrinin kapitanı Şəhid Kamil Şirinovdur. Bu torpaq Kamil kimi oğullar yetişdirib. Onların mərdliyi, igidliyi və hər birinin bilgisi kimi Azərbaycanımızı bütün dünyaya tanıtdılar. Vətən müharibəsində onlar Salyanlı gənc öz ata-babalarının döyüşkənlik, qəhrəmanlıq ənənələrini davam etdirdilər. Kür qırağı ətrafında yerləşən, yaşıllıqlarla əhatələnən Salyan bugün doğma şəhidlərini öz bağrına basmışdı. Yaxşı nurlu damlaları çilənirdi bərli bəzəkli, güllü çiçəkli şəhidlər məzarına. Bugün hər birimizdə ən müqəddəs bir his var. Vətənə məhəbbət hissi. O his ki, heç kim ona hakim ola bilmir. Necə ki, hər kəs ilk doğulduğu anda anasını görür, elə ilk addımlarını da vətən torpağına atır. Bu zaman torpaq hərarəti insanda duyulur və illər keçdikcə bu artır. Artıq insanlar vətəndən kənar qala bilmir. Vətənin bütövlüyü naminə canından keçən vətən oğullarını tanımaq, onların xatirələrini hər zaman yaşatmaq bizim ən müqəddəs borcumuzdur. Bugün şəhidlərimiz bizim həm nisgilimiz, kədərimiz, ürək ağrımız, həm də qürurumuz, fəxrimizdirlər. Gənc nəsillərə belə vətən oğullarını tanıtmaq, onlara vətənpərvərlik hissini aşılamaq, torpağına bağlı, xalqına hörmət hissi ilə tərbiyə etmək isə hər bir Azərbaycanlının ən mühüm vəzifəsidir. Bugün şəhidimiz Kamil Şirinovun cənnətdə 34 yaş tamam olur. Ölməz qəhrəmanımızın ailəsinə səbir diləyir, ölməz ruhu qarşısında qürur və fəxarət hissi ilə baş əyirik. Hər zaman, hər kəlləmizdə dediyimiz kimi, şəhidlər ölməz, vətən bölünməz. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır. İzin ver gözünün yaşını silim. Bir daha ağlama şəhid anası. Tökmə yanağına göz yaşlarını. Qəlbimi dağlama şəhid anası. Şəhidlər məsumdur, nurdur, zinətdir. Susmayan vicdandır, coşan qeyrətdir. Axı şəhidlərin yeri cənnətdir. Ona yas saxlama şəhid anası. Sevgini
şehidin yaşına bağla. Ümidi Kəbənin daşına bağla. Üç rəngli bayrağı başına bağla. Sən qara bağlama şehid anası. Şehidin məzarı pirdir, ocaqdır. Vətən torpağında yanan çıraqdır. Şehidlər ölməyib, diridir, sağdır. Ağlama, ağlama şehid anası. Salam şehid atası. Sən necə qürurlusan. Dağ boyda oğlun gedib, yenə də dik durmusan. Ağappaq saçlarına nur ələnib, nur ata. Hər zaman qürurlu ol, hər zaman dik dur ata. Salam şehid qardaşı. Yaş tutmasın gözünü. Hər an şehid olmağa hazır elə özünü. Sənin qardaşın sonra mənim qardaşım gedər. Sonra mən, sonra da sən, sonra bütün igidlər. Salam şehidin yarı. Bilirəm darıxırsan. Bir ümid gələr deyə pəncərəyə baxırsan. Bilirsən gəlməyəcək. Yol yoxdur daha geri. Şehid olub igidin. Cənnətdir onun yeri. Sən ey şehid övladı, boynunu bükmə qəti. Çünki heç bükülmədi atanın şux qaməti. Şəhiddir sənin atan, ay ölkəmin çırağı. Şəhidlər diri qalar, şəhidlər ölməz axı. Şəhidlər diri qalar, şəhidlər ölməz axı. Zaman Şəhriyar Sübhanallah. Yoldaşı olaraq onu demək istəyərdim ki, Kamil həqiqətən də mən bir dəfə müsahibəmdə demişdim, biz 3 il birlikdə yaşasaq da biz həmin o 3 ili 30 illə bərabər ömür kimi yaşamışıq. İnşallah bundan sonra da biz də çalışırıq ki, övladlarımızı elə böyüdək ki, onun adına layiq olsunlar. Mərdliyə ibrət körpüsü, şəhidsiz torpaq yurd olmaz. Yeni tarix yazdı onlar, Zaman Şəhriyar Sübhanallah. Kamil Kərimlər el tonlar.